Bugünkü mövzumuz litosfer tavaları, platforma, geosiqnallar, vulkan və zəlzələlərdir. Deməli, birinci hissədə ilk suala başlayaq. Zəlzələnin epicentri nədir? Biz bilirik ki, zəlzələnin əsas elementləri bir onun yarandığı hissə ocaqdır, bir də onun yer səthinə proyeksiyasıdır. Yəni şaquli düz xətt 90 dərəcə bucaq altında dalğanın çatdığı nöqtədir. Və biz qeyd etmişdik ki, zəlzələ ocağı hipocentr adlanır. Zəlzələnin yer səthindəki proyeksiyası epicentr adlanır. Və ən güclü dağıdıcı hadisələr də məhz harda olur? Epicentrdə olur. Get-gedə kənarlara doğru isə dalğanın gücü zəiflədiyinə görə təsir dairəsi də azalır. Cavablara baxsaq görək ki, Y bəndi uyğundur. Yer səthində təkanların ən güclü müşahidə edildiyi sahə hara adlanır? Zəlzələnin epicentri. Hipocentr ocaqdır. Epicentr yer səthindəki proyeksiyasıdır. Keçdik növbəti suala. 4 yarımkürədə yerləşən litosfer tavaları. Bu Afrika Sakit Okeanıdır. Həm də bunları materik və okean kimi də yada sala bilərsiniz ki, Afrika 4 yarımkürədə yerləşirdir, eyni zamanda Sakit Okeanda. Cənub yarımkürəsində yerləşən vulkanlar hansılardır? Cənub yarımkürəsində yerləşən vulkanlar Kotopaxi, Kilimanjaro, Erebus vulkanıdır. Cənubi Amerikada yerləşir Kotopaxi, Kilimanjaro Afrikada yerləşir, Erebus da Antarktidada yerləşir. Cavan platformaları müəyyən edin. Biz dedik ki, platformalar iki yerə bölünür. Cavan platformalar, qədim platformalar. Cavan platformalar Paleozoy erasında yaranmış platformalardır və cavan platformalara Qərbi Sibir, Turan, bir də Ön Qafqaz platforması aiddir. Cavab olur B bəndi. Şimal yarımkürəsində yerləşən vulkanlar hansılardır? Əsasən vulkanlar yarımkürələr şəklində daha çox suallar düşür dim toplusunda. Ona görə bunları xəritədə yaxşı öyrənsəniz daha yaxşı olar. Şimal yarımkürəsində yerləşən vulkanlar dedik ki, Vezuvi, Hekla, bir də Fujiyamadır. Vezuvi İtaliyadadır, Hekla İslandiyada, Fujiyama da Yaponiyada yerləşir. Bu ölkələr də ekvatordan yuxarıda, yəni şimaldadır. Zəlzələ yer qabının hansı sahələrində daha çox baş verir? Əlbəttə ki, bütün o mütəhərrik, seismik, vulkanların hər şey, yəni mütəhərrik hissələrdə və yaxud da litosfer tavalarının toqquşduğu zonalarda baş verir. Harda ki, litosfer tavaları toqquşur, orada cavan dağlar yaranır, qırışıqlıqlar yaranır, zəlzələlər baş verir, vulkanlar baş verir, tektonik əyilmə və qalxmalar baş verir. Burada indi cavablara baxsaq görək ki, cavan dağlarda variant daha uyğundur. Çünki cavan dağlar da harda yerləşir? Litosfer tavalarının sərhədində. Litosferin tavalarının mərkəzini götürməliyik, çünki bura platformadır. Akkumulyativ düzənliklər platforma zonadır. Qədim dağlar, yəni hər hansı bir tektonik hadisə baş vermir orada. Eyni zamanda qədim platformalar da aid deyil. Cavab olur A bəndi. Seismik qurşaqların müvafiq gəldiyi sahələr. Seismik qurşaqlar litosfer tavalarının toqquşduğu, ayrıldığı zonalardır. Yadınızda saxlayın. Litosfer tavalarının toqquşduğu, ayrıldığı zonalarda seismik qurşaq, tektonik zona, geosiqnal zona, mütəhərrik zona, bax bunlar hamısı litosfer tavalarının toqquşduğu, ayrıldığı zonalara uyğun gəlir. Cavab olur B bəndi. Qədim platformalardan filiz fəaliyyəti. Əvvəlki test izahında dedim ki, harda filiz faydalı görürsünüzsə, mütləq maqmatik metamorfik götürməlisiniz. Və yaxud da ki, maqmatik metamorfiki platformanın hansı qatı təşkil edir? Kristallıq bünövrənin yer səthinə çıxması. Qədim platformada filiz faydalı qazıntıların olmasının səbəbi nə idi? Kristallıq bünövrənin səthə yaxın yerləşməsi. Kristallıq bünövrə də nədən təşkil olunurdu? Maqmatik və metamorfik süxurlardan təşkil olunurdu. Cavab olur A bəndi. Platformalara aid olan əlamətlər hansılardır? Əsasən kaynozoyda yaranıb. Xeyr, kaynozoyda sadəcə cavan dağlar yaranıb. Hündür dağlıq relyefi cavan dağlara uyğun gəlir. Səthdə əsasən çökmə süxurlarla örtülmüşdür. Bu qalsın. Zəlzələ tez-tez baş verir. Platformada zəlzələ müşahidə edilmir. Güclü vulkan püskürməsi müşahidə edilmir. Bəli, zəlzələnin əsasən çökmə süxurlarla örtülmüşdür. Çünki biz dedik ki, platforma neçə hissədən ibarətdir? İki hissədən çökmə, bir də
maqmatik və metamorfik suxurlardan ibarət kristallıq bünövrədir. Cavab olur C bəndi. Yer kürəsinin fəal seysmik zonaları Alp-Himalay, Sakit Okean, Ankordler demək 3 seysmik əsasən zona var. Burada X-in qeyd ediliblər. Alp-Himalay, Sakit Okean, Odlu qövsü. Geosignal nədir? Bayaq dedik. Geosignal yerin mütəhərrik və cavan hissələridir. Yer qabının cavan mütəhərrik sahələri geosignal adlanır. Qalxan sipər nədir? Bu platformadır. Platforma çökmə qatdan, bir də dedik ki, kristallik bünövrədən ibarətdir. Bəzən kristallik bünövrə səthdə çıxır, hündür olur. Burada çökmə qat olmur. Bu çıxıntıya biz deyirik sipər, qalxan. İndi cavabda gəlin tapağın görək indi hansıdır? Deməli, platformanın çökmə suxur, xeyr, yer səthinə çıxdığı hissələr, bəli, kristallıq bünövrənin yer səthinə çıxdığı hissələrə qalxan sipər deyirik. Onun üzərində çökmə qat olmur, sadəcə maqmatik metamorfik suxur olur. Krater nədir? Vulkan elementləri var idi. Biz dedik ki, vulkan elementləri hansılardır? Ocağa, vulkan ocağı və yaxud da magma ocağı deyirik. Magmanın çıxdığı hissəyə vulkan boğazı deyirik. Magma çıxan zaman yer səthinə böyük partlayış, oyuq yaradır. Ona krater deyirik. Yəni, mənfi relyef forması adlanır eyni zamanda krater. Cavab olur C bəndi. Vulkan konusunun zirvəsindəki qıv şəkilli çökəkli krater adlanır. Vulkanizm nədir? Vulkanizm, maqmatizmdir, vulkanizmdir. Bunlar hamısı deməli magma ilə bağlı olan proseslərdir. Yəni magmanın püskürərək yer səthinə çıxması vulkanizm adlanır və ya da maqmatizm də hadisəsi deyirik. Palçıq vulkanlar ən çox müşahidə olunur neftli qazlı zonalarda. Müəyyən olunmuşdur ki, palçıq vulkanlar əsasən çökmə mənşəli suxurların, xüsusilə də yanar çökmə mənşəli suxurların yayıldığı zonalarda müşahidə edilir. Bu da neftli qazlı zonalardadır. Azərbaycanda da əsasən palçıq vulkanları Abşeron, Qobustan hissədə, yəni neft qazın daha çox olduğu zonalarda rast gəlinir. Litosfer tavalarının sərhədində yaranır. Əlbəttə ki, burada cavan dağlar yaranacaq, dərin okean çökəklikləri yaranacaq, rift dərələri yaranacaq, qövs şəkilli adalar yaranacaq. Burada ikisini verib. Qırışıq dağlar, dərin okean çökəklikləri, novlar yaranır. Paleo qədim deməkdir. Neo yeni deməkdir. Paleo qədim deyirsə, qədim, yəni litosfer tavanının sərhədindən uzaqda yerləşən ölkələri götürəcək. Yəni orada heç bir seysmik hadisə baş vermir, vulkanlar baş vermir, cavan dağlar müşahidə edilmir. Həmin ölkələri götürürük. Norveç platformada, Avstraliyadır, İrlandiyadır, elə Belçikadır. Cavab olur A bəndi. Bu ölkələr əsasən qədim platform üzərində yerləşirlər. Yəni paletektonik zonalarda yerləşirlər. Cavab olur A bəndi. Keçdik növbəti suala. Platformalara aid olan əlamətlər hansılardır? Platformalar sabit zonalardır. Əsasən kristallıq bünövrələrdən, bir də səthində çökmə suxurdan ibarət, 2 qatdan ibarətdir. Cavab olur Y bəndi. Kristallıq bünövrəyə malikdirlər, səthlərə əsasən çökmə suxurlarla örtülmüş olurlar. Platformanın əsas əlamətləri hansılardır? Elə A bəndi götürürük. Kristallıq bünövrə və örtük qatlardan ibarətdir. Geoloji yaşına görə cavan, qədim olur. Cavanlar Paleozoy erasında yaranıb, qədimlər Arxev və Proterozoyda yaranıb. Cavanları yadda saxlayın. Cavana Ön Qafqaz, Turan, Qərbi Sibir ovalığa aiddir. Yerdə qalanlar hamısı qədim platforma kimi götürəcəksiniz. Keçdik 20. Qədim platformaya aid olan əlamətləri müəyyən edin. Kristallıq bünövrəli mezozoda xeyr. Dedik axı Arxev və Proterozoyda yaranıblar. Səthdə əsasən düzənliklərdir, bəli. Filiz faydalı qazıntılar, bəli, doğrudur, səthdə yaxın yerləşir. Fəal seysmik geosignaldadır. Kristallıq bünövrə çökmə suxurlardan təşkil olunmuşdur. Maqmatik suxurlar çökmə suxurun üzərində yox, çökmə suxur üstü olur. Ona görə cavab burada hansı olur? 2-dir. 2, 3, 5. Cavab olur Y bəndi. Qədim platformalarda filiz faydalı qazıntıların daha çox olması, yenə filiz faydalı qazıntı varsa, maqmatik metamorfik götürürük. Əgər o yoxdursa, kristallıq özünün səthdə çıxmasını götürürük. Çünki kristallıq özü elə maqmatik metamorfik suxurdan təşkil olunmuşdur. Cavab olur D bəndi. Seysmik hadisələr hansı sahələrdə daha fəaldır? Əlbəttə ki, seysmik hadisədir, zəlzələdir, vulkan hadisədir. Hamısı litosfer tavalarının sərhədində müşahidə olunur. Cavab olur D bəndi.
Şərqi Avropa, Avstraliya, mərkəzi düzənliklərdə vulkanlar niyə yoxdur? Çünki qədim platforma üzərindədirlər. Qədim platformalarda vulkan ocağı çox dərində yerləşdiyi üçün orada hər hansı bir vulkanik hadisə baş vermir. Vulkanların püskürmələrinə yer qabının hansı hissələrində rast gəlinmir? Yenə də dedik, tavaların mərkəzində, qədim hissələrində vulkanların püskürməsinə rast gəlinmir. Vulkan mənşəli İslandiya adasını Kuril adalarından fərqləndirən əsas cəhət. İlk öncə deyək ki, İslandiya adası tavaların ayrılma zonasında yerləşir. Yəni Atlantik okeanda Şimali Amerika ilə Antarktida, Avrasiya tavasının ayrılmasında yerləşir. Divergentdə yerləşir. Amma Kuril adaları Sakit okean tavası ilə Avrasiya tavasının toqquşmasında, yəni konvergentdə yerləşir. Gəlin bunların fərqinə baxaq. Materik okean tavalarının İslandiya adasını Kurildən fərqləndirəcəyik. Materik okean tavası toqquşma xeyr, materik tavası toqquşma deyil. Tavaların bir-birindən uzaqlaşma zonasında əmələ gəlib İslandiya adası. Ona görə Kurildən fərqlənir. Kuril isə tavalarının toqquşmasında yaranıb. Cavab olur C bəndi. Quruda və okean dibində sıra dağların əmələ gəlməsinin əsas səbəbi nədir? Litosfer tavalarının üfüqi hərəkətidir. Üfüqi hərəkət edirlər, nəticədə toqquşurlar və yaxud da ayrılırlar. Quruda və okeanda sıra dağlar yaranır. Deməli, sxemdə verilən qırışıqlıq formalarını müəyyən edin. İlk öncə deyək ki, bu qırışıqlıq cavan dağlarda müşahidə olunur və qalxan hissələrə antiklinal, enən hissələrə isə sinklinal deyirlər. 1 antiklinal, 2 sinklinaldır. Cavab olur B bəndi. Burada dəyişik də verə bilər, diqqətli olun. 1 antiklinaldır, qalxma antiklinal, enmə sinklinaldır. Cavab olur B bəndi. Keçdik növbəti suala. Təqdim olunan sxemdə rəqəmlərə müvafiq olaraq nə əks olunmuşdur? Burada əks olunub çox güman ki, zəlzələdir. Zəlzələ ocağı dedik hiposentrdir. Zəlzələnin yer səthinə proyeksiyası episentrdir. Yəni 1 hiposentr, 2 episentr. Cavab olur A bəndi. Horslar qrabenlərdir. Dedik ki, tavalar müəyyən bir hissələrdə yer səthində qırılmalar baş verir. Xüsusilə də Şərqi Afrikada bu özünü göstərir. Həmin qırılmalar zonasında demək, qalxma və enmələr olur. Bu qalxma enmələrə hors qraben deyirlər. Enənə qraben mənşəli göllər də var. Qalxmalara isə qalxma da bu cür olur. Buna da hors deyirlər. İndi bu enmə olduğu üçün enmə qraben adlanır və qraben və horslar da ən çox dedik ki, Şərqi Afrikada müşahidə olunur. Çünki Şərqi Afrikada geniş şimaldan cənuba geniş bir qırılma zonası öz əksini tapmışdır. Zəlzələ və vulkanların baş verməsi ehtimalı çox olan yarımada və adalar əsasən tavalarının sərhədinə yaxın ada və yarımadalar götürəcəyik. Taymırdır, Koladır, bunlar platformada yerləşir. Ərəbistandır, platformada yerləşir. Böyük Britaniyada platformada yerləşir. Cavab olur Kamçatka, Yava, Yeni Zelandiya. Bunlar toqquşmaya, yəni tavaların sərhədinin toqquşma zonasına yaxın yerləşirlər və hər birində də fəaliyyətdə olan vulkan var. Sakit okean odlu qurşağında yerləşən vulkanlar qrupunu müəyyən edir. Əsasən Avrasiya tərəfdə, Avrasiya ilə Sakit okeanın toqquşduğu zonada yerləşən vulkanları götürməliyik. Hekla ayrılma zonasında yerləşir. Heklanı çıxın variantlardan. Vezuvi Alp Himalay qurşağında yerləşir. Kilimanjaro Afrikada yerləşir. Demək qalır C. Kulyuçka sopkası Kamçatkada yerləşir. Fudziyamada, Yaponiyada yerləşən fəaliyyətdə olan vulkandır. Avrasiya materiki hansı iri platformalardan təşkil olunmuşdur? Kamçatka platforma deyil. Himalay dağları platforma deyil. Qafqaz dağları platforma deyil. Alp Himalay platforması yoxdur. Cavab olur D bəndi. Sibir platforması, Şərqi Avropa, Ərəbistanın hər üçü də qədim platformadır. Seysmik qurşaqlarda yerləşən dağlıq yaylalar əsasən yenə də tavaların toqquşduğu zonaları yadınızda saxlaya bilərsiniz. Əhəqqar Afrikanın mərkəzindədir, qədimdir. Efiopiya qədimdir. Orta Sibir platformada yerləşir, qədimdir. Ərəbistan qədimdir. Gviyana qədim platforma zonasında yerləşir. Meksika, İran, Anadolu yaylası tavaların toqquşduğu sərhəddə yaxın yerləşir və bunlar geosignalda və yaxud da seysmik qurşaqda yerləşən yaylalardır.
Növbəti sual. Növbəti suala baxaq. Demək, sxemdə litosfer tavalarının hansı vəziyyəti müşahidə olunmuşdur? Hər ikisi baş-başa gedir. Görürsünüz, biri əyilməyib. Demək, bu da materikdir, bu da materikdir. Burada materik tavalarının toqquşması müşahidə olunur. Amma digər şəklə baxın. Bu ox biraz aşağı əyilib, bu isə üstdədir. Bu okean tavasıdır, bu materik tavasıdır. Okean tavasında qranit qatı olmadığı üçün yüngüldür. Ona görə materik tavası sanki ona qalib gəlir. Materik okean tavasının toqquşmasıdır. Cavab olur Y bəndi. Braziliya və Gviyana yaylaları tektonik cəhətdən uyğun gəldiyi ərazilər. Bunlar qədim platformada yerləşir. Ona görə də platformanın həm də yaylı olduğu üçün bunlar platformanın qalxan hissələrinə uyğun gəlir. Keçdik növbəti sual. Okean və materik tipli yer qabıqlarının oxşar cəhətləri. Okean demək, okeanda çökmə qat var, bazalt qat var. Materik tipli yer qabığında çökmə, qranit, bazalt var. Hər ikisi kaynozoidda formalaşıb. Hər ikisi axı kaynozoidda formalaşmayıb bunların. Ona görə bu səhvdir. Hər ikisində çökmə sur qatı mövcuddur. Bəli, doğrudur. Hər ikisi seysmik cəhətdən sabitdir. Bunu deyənməliyik. Sabit olmayan hissələr də var. Hər ikisi bazalt qat var. Bəli, çökmə bazalt hər ikisində var. Cavab olur 2, 4, A bəndi. Okean materik tipli yer qabıqlarının fərqli cəhətlərini tapaq indi. Fərqli cəhətlərində birinci sualı oxuyaq. Deyir, Nazca litosfer tavasının əsasını təşkil edir. Nazca litosfer tavasının əsasını okean tipli yer qabığı təşkil edir. Çökmə skurlayı hər ikisində var. Fərqi soruşduğuna görə götürmürük. Qranit qatı bəli fərqlidir. Yalnız materikdə var. Bazalt da hər ikisində var. Demək, onu da götürürük. Biz burada 1, 3. Çünki qranit qatı ancaq materikdədir. Nazca tavasında ancaq okean tipli olduğu üçün buna okean tipli yer qabığına aiddir. Cavab olur D bəndi. Düzgün olmayan ifadəni müəyyən edin. Daş kömür, neft, gil, çökmə mənşəlidir. Bəli, çökmə mənşəlidir. Bunlar yanar, faydalı qazıntıdır. Gil isə qırıntı, çökmə mənşəlidir. Zəlzələ, vulkan, tektonik qalxmalar əsasən tavalarının sərhədində baş verir. Bəli, bu da doğrudur. Onca bu fikri də götürmürük. Mis, qızıl, dəmir filizi maqmatik mənşəlidir. Bəli, əsasən filiz faydalı qazıntılar maqmatik mənşəlidir. Kür-Araz, Padan, Kolxid ovalıqla geosiqnal ərazidə yerləşir. Doğrudur. Bunlar geosiqnal ərazidə yerləşən düzənliklərdir. Torf, yanaşir, xörək düzü, qranit, maqmatik mənşəlidir. Xeyr. Torf, yanaşir, xörək düzü bunlar çökmə mənşəlidir. Bizcə qranit maqmatik mənşəlidir. Ona görə cavab olur Y bəndi. Cavan platforma üzərində yerləşən böyük düzənlikdir. Birinci cavan platformaları yadımıza saxlayaq. Turan, Qərbi Sibir, bir də Ön Qafqaz. Bunlar cavan platformalardır. İndi Turanda elə Turan ovağı yerləşir. Qərbi Sibirdə də elə Qərbi Sibir düzənliyi yerləşir. Cavab olur C bəndi. Növbəti sual. Litosfer tavalarının qədim sahələrinə nə uyğun gələcək? Geniş düzənliklər, şahid, yəni dağılmış, tək-tək ərazidə qalan dağlardır. Geniş düzənliklər, şahid dağlar litosfer tavalarının mərkəzi qədim hissələrinə uyğun gəlir. Geyzerlərin yayılmadığı ərazilər. Biz bilirik ki, geyzerlər isti sulardır və fəvvarə şəklində yer səthinə çıxır. Əsasən tavaların sərhədində yerləşir. Ancaq biz burada platformada yerləşən ölkələri götürəcəyik. Avstraliya, Braziliya, bir də Belarus. Cavab olur C bəndi. İndoneziya fəal zonadır. Orada Yaponiyadır, fəaldır, ona görə gedir. İslandiya tavalarının ayrıldığı zonada yerləşir. Yaponiyanı buradan çıxırıq. İtaliyanı çıxırıq. Çünki bunlar hamısı seysmik zonada yerləşirlər. Cavab olur C bəndi. Geyzer harda müşahidə edilmir? Zəlzələ harda müşahidə edilmir? Qədim platformalarda və yaxud da litosfer tavalarının mərkəzində. Sahələri tədricən kiçilən okeanları müəyyən edin. Sahələri tədricən kiçilir. Sakit okean, bir də şimal buzlu okean. Eyni zamanda bunlar qədim okean da adlanır. Cavab olur C bəndi. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Afrika tavası, Cənubi Amerika tavası 4 yarımkürədə yerləşir. Bu Afrika tavasıdır. Qərb hissəsi okean tipli litosfer tavası ilə toqquşma zonasındadır. Bu Cənubi Amerikadır. Nazca tavası ilə toqquşur. Atlantik okeanın genişlənməsində hər ikisi iştirak edir. Çünki Afrika şərqə, Cənubi Amerika qərbə gedir. Gondwana qurusunun tərkibində olmuşdur. Hər ikisi cənub materiklərinə
aiddir. Şərqində tektonik çat varsa, bayaq dedik bunu, Afrikadadır. Ətrafında okean tipli kiçik litosfer tavaları var. Bəli, bu da aiddir Cənubi Amerikaya. Çünki burada Nazca, Kokos, şimalında Karib tavası, litosfer tavası mövcuddur. Cavab olur 1, 5, 3, 4, 2, 6 C bəndi. Keçdik növbəti sual. Sakit Okeanın şərq, Sakit Okeanın qərb hissəsi. Bu Sakit Okeandır. Bunun şərq hissəsi düşür Şimali Cənubi Amerikaya. Qərb hissəsi isə Avrasiyaya düşür. Qərb Avrasiya tərəfdir. Şərq Şimali Cənubi Amerika tərəfdir. İlk öncə bunu başa düşün, sonra bu sualı işləyin. Yüksək seismikli aktiv vulkanizm hər iki tərəfində var. Subduksiya zonası şərqdədir, yəni Afrika, Cənubi Amerika tərəfdədir. Ona görə 2-ni bura yazırıq. Sıra dağlar tam zolaq şəklində uzanır. Bu da Cənubi Şimali Amerika Ant-Kordilyer dağlarıdır. Götürürük, qeyd edirik şərqinə. Çoxsaylı adalar qərb hissəsindədir. Avrasiya ilə toqquşmasında yaranır. Kuril, Alyut, Yapon və sair adalar. Dünyanın ən dərin çökəkliyi də məhz buradadır. Qərbindədir. Nazca, Kokos kimi kiçik litosfer tavaları ilə sərhəd zonasındadır. Demək, bu hər ikisinə qeyd edə bilərik də. Yəni, Sakit Okeanın sərhəd zonası əslində şərq hissəsi kimi götürə bilərik. Amma hər ikisində də deməli, bunu götürə bilərik. Cavab olur burada. Demək, bura nə yazacaqdıq? 6. Burada 6 görsək uyğun gəlir. Nazca, Kokos kiçik bir dəqiqə, bir də baxaq. Yüksək seismik aktiv vulkanizm özünü göstərir. Dedik ki, bu birdir, hər ikisinə aiddir. Sonra, sıra dağlar tam zolaq şəklində yaranır. Biz burada 3-ü hara yazmışıq ki? Şərqinə yazmışıq. Hə, doğrudur. 2, 3, 1-ə aiddir. 2-ni bura yazmışıq. Deyirəm, niyə cavab alınmır? Bir dəqiqə, bir də baxaq buna. Qarışdırdım, üzrlü sayın. Demək, bu isə Şimali Cənubi Amerikadır. Bu da Avrasiyadır. Şərq tərəf Şimali Cənubi Amerikadır. Qərb tərəf Avrasiya. Yüksək seismik aktiv vulkanizm 1 aiddir. Sonra subduksiya zonası hesab olunur. Subduksiya zonası hesab olunur. Hər ikisi burada mən səhvlik Nazcanı yadıma salmışam. Səhvlik qeyd etmişdim. Axı hər ikisi toqquşma zonasıdır. Materik okean tavasının toqquşması subduksiya zonası adlanır. Sıra dağlar yaranır şərqində. Çoxsaylı ada yaranır qərbində. Dünyanın ən dərin çökəkliyi məhz qərbindədir. Yəni Avrasiya ilə toqquşma tərəfdədir. Nazca, Kokos kiçik litosfer tavaları sərhədi yerləşir. Bu Şimali Cənubi Amerika tərəfdədir. Yəni 6 da bura düşür. 3, 6, 1, 2, 4, 5. Cavab olur B bəndi. Bir də deyirəm. Şimali Cənubi Amerika tərəfi Sakit Okeanın şərqi, Avrasiya tərəfi isə qərbidir. Ona əsasən tapın. Bir də subduksiya zonası materik okean tavasının toqquşmasıdır. Keçdik 46. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Orta okean dağ silsiləsi tavaların ayrılmasında yaranır. Amma Alp-Himalay qurşağı isə tavaların toqquşmasında yaranır. Materik tavalarının toqquşmasında yaranır Alp-Himalay. Seismik cəhətdən hər ikisi fəaldır. Nəhəng morfostruktur relyef formalaşır, hər ikisində formalaşır. Litosfer tavalarının divergentidir, orta okean hissəsi. Bəzən su səthinə çıxır, vulkanik ada yaradır, bu sualtı dağlardır. Məsələn, İslandiya adası kimi. Denudasiyaya daha çox məruz qalır. Bu olacaq Alp-Himalay. Çünki bəzi hissələr yer səthində daha çox üstə olduğu üçün eksogen relyef formalarının təsirinə, daha doğrusu eksogen proseslərin təsirinə daha çox məruz qalır. Onca olur 1, 6. Cavab olur 4, 5, 1, 6, 2, 3. Y bəndi. Platforma geosignal. Bura cavan, bu isə qədim. Litosfer tavalarının sərhədində yerləşir geosignal. Litosfer tavalarının mərkəzində yerləşir qədim hissədir. Suxurların üfüqi yatım forması daha geniş yayılıb. Əlbəttə ki, bu platformada olacaq. Çünki platformada
üfüqi şəkildə biz dedik ki, çökmə qatında üfüqi lay şəklində yayılıb. Olur 3. Cavan dağlıq ərazilərdə novlara uyğun gəlir, bu olur 4. Qalxma və enmələr hər ikisində var. Burada antikliz, sinikliz adlanır platformada, geosignalda isə antiklinal, sinknal. Geosignalda çox qalxıb enmə olduğu üçün qırışıq formadadır. Yəni lay şəklində deyil. Üfüqi yatın forması yalnız platformadadır. Cavab olur 2, 3, 1, 4, 5 A bəndi. Xəritə sıxımı əsasən vulkanları müəyyən edin. İslandiyadır, Hekla vulkanıdır. Demək, İtaliyanın Apennin yarımadasında Vezuvi, Siciliya adasında isə Etna vulkanıdır. Deməli, bir şey də qeyd edim. 2 vulkan var ki, onlar ancaq yarımadada yerləşir. Kamçatka, bir də Vezuvi vulkanı ki, bunlar yarımadada yerləşir. Gəlin baxaq, indi Aya Etna uyğun gəlir. Demə, burada belə götürməliyik onda. 1-ə uyğun gəlir C, 1-ə C uyğun gəldi, 2-yə B uyğun gəldi, 1-ə C, 2-yə B. Cavab olur Y bəndi, 3-ə də A. Himalay dağlarının əmələ. Himalay dağları Hind, Avstraliya, bir də Avrasiya tavalarının toqquşmasından əmələ gəlmişdir. Cavab olur B bəndi. Fəaliyyətdə olan vulkanların ən çox yayıldığı ərazilər əlbəttə ki, biz geosignal əraziləri götürməliyik. Buradan Qərbi Sibir çıxır, çünki geosignalda yerləşmir. Viktoriya səhrası çıxır, Böyük səhra çıxır, Braziliya yaylası çıxır. Cavab olur Y bəndi. Asiyanın Sakit Okean hissəsi, Cənubi Avropa Ant dağları fəal zonada yerləşir. Fəaliyyətdə olan vulkanların mövcud olmadığı ərazilər, qədim əraziləri götürəcəyik. Ural dağları, Böyük səhra, bir də Qərbi Avstraliya səhrası. 1, 2, 6. Cavab olur C bəndi. Gözfari adalar qrupu harda yaranır? Əlbəttə ki, bu Avrasiya tavası ilə Sakit Okean tavasının toqquşmasında, yəni materik okean tavalarının toqquşduğu zonalarda. Cavab olur D bəndi. Orta okean dağ silsilələrinin yaranma səbəbi, Orta okean dağ silsilələrinin yaranma səbəbi dedik ki, tavaların ayrılmasıdır. Yəni, burada ayrılma nəticəsində Orta okean dağ silsilələri yanır. Okean tipli litosfer tavalarının bir-birindən uzaqlaşması. Cavab olur D bəndi. Müasir geoloji dövrdə Sakit Okean sahəsinin tədricən kiçilməsinin səbəbi nədir? Əlbəttə ki, tədricən Sakit Okean tavasının kiçilməsinin səbəbi materik tavalarının bir-birinə yaxınlaşmasıdır. Əsasən və yaxud da ki, materik tavalarının Atlantik okeanında bir-birindən uzaqlaşması. Atlantik okeanında ayrılma baş verir. Sakit okeanda onlar bir-birlərini sıxırlar. Nəticədə burada demək, materik litosfer tavalarının Sakit okean tavaları ilə toqquşmasında onu sıxırlar və ərazi get-gedə kiçilir. Cavab olur D bəndi. Mənşələrinə görə Avrasiya materiki üçün yad olan qədim platformalar bu Hindistandır, bir də Ərəbistandır. Bunlar əvvəl Gondvaniya aid idi, sonradan Lavrasiya, yəni şimal materiklərinə birləşiblər. Cavab olur A bəndi. Zəlzələlərin demək olar ki, baş vermədiyi sahələr tamamilə platforma hissələri götürür. Qərbi Sibir ovalığı, Braziliya yaylası, Avstraliya. Digər variantda İran yaylası geosignalda yerləşir, İslandiya geosignalda yerləşir, Atlas dağları geosignalda yerləşir, Cənubi Avropa geosignalda yerləşir. Ona görə götürmürük. Yer qabının qanun uyğunluqlarından birinə müvafiq olaraq fikri müəyyən edin. Meyilliyi çox olan dağlarda torpaq əmələ prosesi daha intensiv gedir. Sizcə bu fikir doğru ola bilər? Meyilliyi çox olan ərazilərdə təsəvvürsüz meyillik belədir, çoxdur. Və burada torpaq əmələ üçün axı bir şərait yoxdur. Heç bir meyilli olduğu üçün heç nə qalmır ki, orada bir proses baş versin. Ona görə səhvdir. Geniş düzənliklər litosfer tavalarının sərhədində yox, kənarındadır. Sahəsi böyük olan göllər denudasiyon düzənliklərdə daha geniş yayılmışdır. Sahəsi böyük olan göllər denudasiyon düzənliklərdə geniş yayılmayıb. Bu yanlışdır. Tektonik zonalarda, qırılma zonasında da ərazisinə görə böyük olan göllər var. Qırışıq dağlar litosfer tavalarının sərhədində yerləşir. Bəli, cavab elə D-dir. Qırışıq dağlar litosfer tavalarının sərhədində yerləşir. Cavan dağlarda seismik hadisələr güclü gedir, zəif yox, səhvdir. Cavab olur D bəndi. Yer qabının qaynaqlarından birinə müvafiq olaraq fikri müəyyən edin.
Demək, burada baxaq, E-dən baxaq. Qədim dağlar litosfer tavalarının sərhədində yerləşir. Yanlışdır. Sərhədində yox, kənarında. Torpaq əmələ-gəlmə proseslərinin meyilliyi çox olan dağlıq rayonlarda daha sürətli gedir. Meyillik çox yox, az olan hissələrdə. Düzənliklər əsasən litosfer tavanının sərhədində yox, kənarında. Cavan dağlar platformada yerləşmir. Burada qədim dağlar platformada yerləşir. Geniş düzənliklər əsasən bəli, cavab olur A bəndi. Geniş düzənliklər platformalara uyğun gəlir. Litosfer tavalarının konvergen sərhədində yerləşən fəaliyyətdə olan vulkanlar, yəni toqquşmada yerləşən vulkanlar. Buradan rahatlıqla siz ayrılma zonasında Heklanı çıxa bilərsiniz variantlardan. Çünki biz dedik ki, Hekla nədir? Hekla tavaların ayrıldığı zonada yerləşir. Baxırıq A bəndi. Böyük Şıkla Azərbaycanda yerləşir. Tavalan amma sönmüş vulkandır. Fəaliyyətdə olan vulkan soruşduğuna görə biz bunu götürmürük. Burada B bəndi. Fudziyama, Erebus, Chimborazo, Vezuvi. Chimborazo sönmüş vulkandır. Ona görə onu da götürmürük. Cavab burada hansı qalır? Orizaba, Taxımulko, Etna, Krakatau. C-də nəyi götürmürük? C-də də Kazbek sönmüş vulkandır. Ona görə götürmürük. Cavab olur Y bəndi. Diqqət edin. Konvergentdə bir də fəaliyyətdə olanı soruşur. Onca sönmüşlərdə çıxın. Çaşdırmaq üçün sönmüşlərdə veriblər bizə. Keçdik 60. Rəqəmlərə uyğun gələn vulkanların müvafiq ardıcıllığını müəyyən edin. Demək, birinci baxırıq. 1 Cotopaxidir. Bu hissədə Ruiz, Cotopaxi, Ruiz verilmədən öncə Cotopaxini götürürük. Burada hansıdır? Kilimancarodur. 3-də Krakatau idi. Bu da Yaponiyada Fudziyamadır. Cavab olur elə C bəndi. Rəqəmlərə uyğun gələn vulkanları müəyyən edin. Demək, 1 Hekla vulkanıdır. Hekla olmayan variantları çıxın ki, sizə rahatlıq olsun. 2 Vezuvidir və Vezuvi çünki Apinin yarımadasında göstərilib. Vezuvi, Etna'da baxım dəqiq görmürəm. Etna Vezuvi uyğun gələ bilər. Çünki bilmirəm adını göstərir yoxsa yox. 3 Kamçatkadır, Kulyuçku sopkasıdır. Onda 2 variant arasında qalmışıq. O demək ki, C variantı deyil. Çünki burada Cotopaxini veriblər. Burada olacaq Y bəndi. Burada da Şasta, ABŞ ərazisində Şasta vulkanı, ABŞ Kanada tərəfdə Şasta vulkanı yerləşir. Fəaliyyətdə olan vulkandır. Hekla, Vezuvi, Kulyuçku sopkası, Şasta cavab Y bəndi. Qədim platformalar üzərində yerləşən böyük düzənliklər Kür arazıçıq geosignalda yerləşir. Cavab olur elə burada B bəndi. Mərkəzi düzənlik, Orta Sibir yaylası, Amazon ovalı, Böyük Çin düzənliyi bunlar qədim platformadır. Anadolunu çıxırıq, sonra buradan Qarabağ vulkanik yaylasını çıxırıq, İran yaylasını çıxırıq çünki bunlar geosignalda yerləşir. Platformada yerləşən məntəqələr bir sözlə yanınızda qalsın. Baxın, qeyd elədiyim sərhədlərdə hər hansı bir nöqtə veriblərsə bu geosignaldır. Bundan kənarda olan nöqtələr platformadır. 1-dir, 6-dır, sonra 3-dür, bir də 8-dir. Bunlar platformaya uyğun gəlir. 1, 3, 6, 8. Cavab olur A bəndi. 4 Atlas dağlarda çaşmayın. Alp Himalay qurşağının ən qərb hissəsidir. Cavan dağda. Olur A bəndi. Geosignal qurşaqlara yenə qeyd elədiyim hissələrdə hansı nöqtələr uyğun gəlirsə onları götürürsünüz. Burada uyğun gəlir 2, 4, 7, 5. 2, 4, 5, 7. Cavab olur D bəndi. Vulkan elementləri müəyyən edin. Vulkan elementləri kraterdir, boğazdır, lavadır. 3, 4, 6 cavab olur B bəndi. Kordilyer dağları, böyük sualçı dağları həmişə yazın. Cavan dağdır. Bu da qədim dağdır. Ona uyğun tapın. Şimali Amerikada yerləşir. Bu isə Avstraliyada yerləşir. Seismik cəhətdən fəaldır. Əlbəttə ki, bu kordilyerdir. Şimaldan cənuba doğru uzanır. Hər ikisi meridional istiqamətdə uzanır. Ən hündür zirvəsi qar xəttindən aşağıdır. Çünki alçaqdır. Böyük su ayrıcıdır. Fanerozo iyonunda hər ikisi Fanerozo iyonunda yaranıb. Materikin qərbində yerləşir. Bu kordilyerdir. Faili dağlar, biz dedik qədim dağlar failidir. Cavan dağlar isə qırışıq dağlardır. Cavab olur 1, 5, 3, 6
və 2, 4 Y bəndi. Keçdik 67. Bu da üçlü Venn diaqramıdır. Böyük Appalas dağları da Ural dağları böyük sayıcı. Hər üçü qədim dağdır. Paleozoy erasında yaranıb hər üçü, yəni 4-də 1-i götürürük. Lavrasiya qurusunda ayrılan materikin üzərində yerləşir. Lavrasiya şimal materiklərdir. Şimalda da Appalasla Ural yerləşir. Ona görə 2-ni bura yazırıq. Çünki böyük sayıcı Avstraliyada yerləşir. Şərq yarımkürəsində yerləşirsə Uralla böyük sayıcını götürürük. 3-ü bura qeyd edirik. Sonra baxaq, şərq yamacı okeandan gələn hava axılarının təsiri altındadır. Bu olacaq böyük su ayrıcı, bir də Appalas, 4-ü bura yazaq. Çünki Ural mərkəzdə yerləşir. İnkişaf etmiş ölkələrin seismik cəhətdən sabitdir. Hər üçü sabitdir. Sonra inkişaf etmiş ölkələrin ərazisində yerləşirsə, bu böyük sayıcı ilə Appalasdır. Çünki Ural Rusiya ərazisində yerləşir. Rusiya inkişaf etmiş ölkədir. Şimal yarımkürəsində yerləşir. Əlbəttə ki, bu Appalasdan Uraldır. Şimal yarımkürəsində yerləşir. Demək, 1-ə 2, 7, 2-yə 4, 6. 1-ə 2, 7, 2-yə 4, 6. Cavab olur Y bəndi. Belə də baxa bilərsiniz, tutuşdura bilərsiniz. Keçdik 68. Fikir verin, bayaq qeyd elədik. Bu tava aşağı gedib, bu tava üstə çıxıbsa, demək bu okeandır, bu materikdir. Okean materik tavası da harda müşahidə olunur? Dağların yaranmasına səbəb olan litosfer tavaları. Ya bu əsasən harda olacaq? Şimali, Cənubi Amerika. Dağ deyirsə, bir Sakit okeanı götürməliyik. Hind, Avstraliya, Karib deyil. Cənubi Amerika ilə biri Cənubi Amerika deyil, axı bir okeandır. Öncə bu çaşdırıcıdır. Bir Sakit okean, 2 Şimali Amerika. Bəli, biz burada bunu götürürük C bəndini. Çünki D-də uyğun gəlmir, Y-də uyğun gəlmir. Əsasən fəal seismik zonaları göstərilib. Sakit okean olduğu göstərir. Alp Himalay qurşağı, bu da Ant dağlarıdır. Ant dağları. Sakit okeanın qərb seismik bunlara uyğun tapmalıyıq. 1. Sakit okeanın qərb seismik zonasına uyğun gəlir. Bu olacaq. Biz dedik, qərbi Avrasiya ilə toqquşma hissəsidir. Ona görə 2 uyğun gəlir. 2 materik litosfer tavasının toqquşması 3-ə aiddir. Burada Himalay dağları formalaşır. Materik və okean tipli litosfer tavalarının toqquşma hissəsində nəhəng dağ silsiləsi burada yaranır. Bir də çoxsaylı ada 2-də, yəni Avrasiya ilə toqquşmasında yaranır. Ona görə 4-ü bura qeyd etməliyik. Nazca Cənubi Amerika tavası bu tərəfdədir. Ona görə onu 1-ə qeyd etməliyik. 5. Digər geosignal qurşaqlar nəzərə fəaliyyətdə olan vulkanlar daha azdır. Əsasən materik tavasının toqquşması cəmi biz burada 2 vulkan əsasən qeyd edirik. Vezuvi, Etna, ona görə 2 də bura aiddir. 3, 5, 1, 4, 2, 6 cavab olur Y bəndi. Növbəti sual. Bu platformanın quruluşudur. Platformanın bu hissəsi qalxır, qalxan, siper adlanır. Bu hissə dedik ki, çökmə qatdır. Bura kristallıq bünövrədir və buradan oxdan da verilən çökək ərazidir və yaxud da əyilmə zonası da deyə bilərik. Nə deyir? A platformanın əyilmə hissələrinə uyğun gəlir. Platformanın əyilmə hissələrinə A uyğun gəlir, doğrudur. Platformanın qalxılan olduğundan zəngin daş kömür yataqları, demək qalxmada zəngin daş kömür yatağı yox, filiz faydalı qazıntılar yaranır. Ona görə 2 yanlışdır. B. Kristallıq bünövrədən təşkil olunmuşdur, doğrudur. Qalxan ancaq görürsünüz kristallıq bünövrədən təşkil olunur. Fəal seismik qurşaq olduğundan dağ əməlcəm bu platformadır. Fəal seismik zona. Ona görə bu da yanlışdır. A. Qalın çökmə suxur qatından ibarətdir. Bəli, çökək ərazidə çökmə qat toplanacaq, suxur toplanır. Platformanın əyilmiş hissəsində nazik çökmə, axı burada nazik deyil, qalındır. Ona görə 6-da səhvdir. 2, 4, 6 cavab olur B bəndi. Yerin geoloji inkişaf dövründə okean və quru sahələrin yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə 2 litosfer tavaları formasında mantyanın üzərində daim olaraq müxtəlif istiqamətdə hərəkət edir. Mətnə əsasən yaranan relyef formalarını müəyyən edin. Yəni fəal zonada nələr baş verir? Adalar qövsü yaranır, quruda sıra dağlar yaranır, bir də dərin okean növləri yaranır. 2, 3, 6. Bunu bayaq da qeyd etmişdik. Cavab olur B bəndi. Uyğunluğu müəyyən edin. Demək, geosignal kiçik Asiya doğrudur. Amma geosignal Dekan yaylası yanlışdır. Onca bunu götürmürük.
Geosignal buradan bura verib. Kiçik Asiya geosignaldır. Kaliforniya yarımadası geosignal doğrudur. Platforma Jutlandiya yarımadası, Danimarka yerləşir Jutlandiya yarımadasında. Bəli, cavab olub B-dir. Burada səhvlik yoxdur. Digərlərində səhvlərə baxaq. Geosignala orta sibraxı geosignal deyil, səhvdir. Geosignala hara verib? Bura, bir də buranı verib. Geosignala Taymır yarımadası aid deyil, axı platformada. Geosignal Jutlandiya deyil. Jutlandiya Danimarkada, orada geosignalda yerləşmir. Cavab olur burada hansı? Dedik ki, A, B, bəndi. Növbəti sual. Bu geosignalın inkişaf mərhələləridir. Birinci mərhələ, ikinci mərhələ, üçüncü, dördüncü mərhələ. Deməli, burada platforma və qırışıqlıqlar mövzusunda qeyd olunmuşdur. Daxili proseslər zəifləyir. Bu, əlbəttə ki, ən son platforma mərhələsində ancaq. Bir də sizə qeyd kimi deyim ki, 3-cü mərhələ cavan dağlar yaranır. 4-cü mərhələdə qədim dağlar, yəni platformalaşma gedir artıq burada. Daxili proseslər zəifləyir 4-də. Yer qabının enməsi dağ mərcəlmə prosesi ilə əvəz olunur. Görürsünüz, burada dağlar yaranıb, enmə yoxdur, yəni su sahəsi yoxdur. Bu olur B-yə. Yer qabının böyük bir hissəsi enməyə başlayır. Burada enib, çünki hər tərəfi su basıb. O C-yə aiddir. Yer qabının enməsi davam edir, lakin bəzi enmə davam edib. Bəzi yerlərdə də qalxmalar olub. Ona görə bu da demək D-də aiddir 2-yə. Cavab olur burada Y, bəndi. Radyo ilə xəbər verildi ki, ölkənin sahillərində qısa zaman sonra təbii fəlakət baş verəcəkdir. Bu vaxt ərazidə əhalinin sahillərə yaxın ərazilərdən köçürülməsi, insanlarda dayanan gəmilərin açıq okeana çıxarılması barədə tapşırıq verir. Mətnəsində hansı təbii? Bu tsunamidir. Zəlzələ və yerin tektonik hərəkəti nəticəsində sahilə doğru iri su dalğalarının hərəkəti deməkdir. Əgər açıq sahilə deyilərsə, çıxardın gəmiləri. Çünki tsunami sürətli gəlir, amma hündürlüyü az olur. Sahilə doğru sürəti azalır, hündürlüyü qalxdığına görə tez gəmiləri okeanın demək mərkəzinə doğru aparırlar. Açıq okeana doğru, daha doğrusu aparırlar. Cavab olur D, tsunami. Konvergent, divergent. Bura divergentdir. Bura konvergentdir. Bu hissə də konvergentdir. Bu hissə də konvergentdir. Burada isə bir divergent var, bir də burada divergent var. Hələlik yəni abituriyentlər üçün bunları qeyd edək. Konvergentə aiddir 2, 3, 5. Divergentə aiddir 1, 4. Çünki burada Nazca tavası ilə Sakit Okean tavası ayrılır. Burada Galapagos adası yaranır. Cavab olur D, bəndə. Litosfer tavalarının konvergent sərhədlərinə uyğun gələn adalar hansılardır? Konvergentə uyğun gələn adalar. Demək, burada cavab B olur. Kurilyin, Zelandiya, Yapon, Aliyut adaları konvergentdə yerləşirlər. 77. Buna fikir verin. Bu materik okeandır. Çünki o üzə aşağıdır. Bu isə tavaların ayrılmasıdır. Materik okean və yaxud da okean tavasının ayrılmasıdır. Divergent sərhəddə uyğun gəlir. Bu A-dır. Cənubi Amerika, Afrika sərhədinə uyğun gəlir. Bu da ayrılmadır. Daha doğrusu Cənubi Amerika, Afrika sərhədinə uyğun gəlir. Bu hər ikisidir. Elə biləm ki, bunların sərhədinə uyğun gəlir. B, hər ikisində var. Demək, A buna uyğun gəlir. A buna uyğun gəlir. B A buna uyğun gəlir. Cənubi Amerika sərhədinə uyğun gəlir. Bu da ayrılmadır. Ayrılma hər ikisində var da. Həm burada Cənubi Amerika ilə Afrika tavasının sərhədi ayrılmadı. Bunu da bura qeyd edək. Aktiv seismik hər ikisidir. Aliyut Kuril toqquşmada yaranır. Peru Marian novları hər ikisində yaranır. Hər ikisində Peru Marian novları yox. Materik okean tavasının demək toqquşmasında yaranır. Cavab Y, bəndi. Çünki Peru Sakit Okeanla Cənubi Amerika tavasının toqquşmasında yaranır. Marian çökəkliyi isə Sakit Okeanla Avrasiya tavasının toqquşmasında yaranır. Demək, burada cavab hansı olur?
Cavab olur A bəndi. Keçdik 78. Litosfer tavalarının konverci sərhədində yerləşən fəaliyyətdə olan vulkanlar, yəni toqquşmada yerləşən fəaliyyətdə olan vulkanlar. Bu da olur cavab Y bəndi uyğun gəlir. Etna, Fudziyama, Vezuvi, Krakatoa vulkanları. Bu Havay adalarında yerləşir, konvergentdə deyil. Bardambuqa İslandiyada yerləşir, divergentdədir. Kazbekdir. Bu Torağay palçıq vulkanıdır, bura sapla. Onca götürmürük. Kazbek sönmüş vulkanıdır. Bizdən fəaliyyətdə olan vulkan soruşur. Heklada divergentdədir, konvergentdə deyil. Litosfer tavalarının konvergent sərhədində yerləşən sönmüş vulkanları deyir. Sönmüş vulkanlar deyirsə, bu Elbrus, Kazbek, Qızılboğaz, Böyük Şıqlı, Azərbaycanda toqquşmada yerləşir də, bunları götürürük hamısını. Etna fəaliyyətdədir, Fudziyama fəaliyyətdədir, Krakatoa fəaliyyətdədir, Etna və Vezuvi fəaliyyətdədir. Onca digər cavabları götürmürük. Keçdik 80. Platforma və geosiqnalda yerləşən müvafiq düzənlikləri müəyyən edin. Samur dəvəsi Azərbaycanın çıxın, çünki platformada yerləşmir, Azərbaycan geosiqnalda yerləşir. Padan İtaliyada yerləşir, geosiqnalda yerləşir. Qərbi Sibir, Turan, Böyük Çin düzənliyi, Almaniya, Polşa platformadır. Kolxoyda, Küraraz, Padan, Lənkəran isə bəli, bunlar geosiqnalda yerləşir. Cavab olur C bəndi. Növbəti sualda yenə onun kimidir. Platformanı soruşursa Anadolunu çıxırıq birinci tərəfdən. Sonra burada Anadolu, İranı çıxırıq, geosiqnalda yerləşir. Cavab burada olur C bəndi. Burada da Orta Sibir, Əhəqa, Tibesti, Dekan platformada yerləşir. Digər ikidə yerləşənlər hamısı geosiqnal zonada yerləşir. Biz bayaq dedik ki, bu çökmə adlanır qraben. Pilləvari hərəkət terras adlanır. Qalxmaya da antiklinal deyirik. Yəni bir antiklinal bu buna uyğun gəlir. Qraben də buna uyğun gəlir. Yəni 1-ə 3, 2-yə 1 uyğun gəlir, 3-ə də 2 uyğun gəlir. Cavab olur B bəndi. Burada da elədir. Signal çökmə ərazidir. Horslar burada qalxmadır. Qraben də 2-yə uyğun gəlir, çökmədir. Demək 1-ə 3, 2-yə 1, 3-ə də 2. Cavab olur Y bəndi. Növbəti sual. Sxemlərdə təsvir olunan litosfer tavalarının hərəkətinə yenə diqqət etməlisiniz hərəkətinə. Bu aşağı gəlir, bu yuxarıdır, bu okean materikdir. Bu da ki, tavalarının ayrılmasıdır, divergentdir. Azor adaları yaranır divergentdə, ona görə bir buna uyğun gəlir. Naska Cənubi Amerika buradadır, toqquşmadır. Şimali Amerika Avrasiya tavalarının sərhədində formalaşırsa, bu divergentdir. Sonra keçdik. Hekla vulkanı da divergentdə yaranıb. Peri çökəkliyi isə konvergentdə yaranıb. Demək 1-ə 2, 5 aiddir. O birisindən də 1, 3, 4 aiddir. Seismik zəif deyirsə platforma götürürük. Güclü deyirsə geosiqnal zonanı götürürük. İndi platformada yerləşən ölkələr hansılardır? Oslo Norveçin paytaxtıdır. Varşava Polşadır. Braziliyada Canberra ilə Avstraliyadır, Londonda. Elə burada cavab olur A bəndi. Birinci sırada olan ölkələr platformada yerləşir. Onlar da seismik fəaliyyət zəifdir. İkincidə isə güclüdür. Keçdik 86. Maraqlı sualdır. İmtahan tipli suallardır. Axırları çətin olur biraz mövzunun. Başladıq indi cədvələ əsasən Etna vulkanının verilmiş vulkanlarla oxşar cəhəti. Etnanın bunlarda oxşar cəhətini tapmalıyıq. Vezuvi yarımadada yerləşir. Vezuvi yarımadada yerləşir. Etna Siciliya adasında yerləşir. Onca biri götürmür. Fəaliyyətdə olan vulkandır, bəli. Hər ikisi fəaliyyətdədir. Litosfer tavalarının konvergentdə yerləşir, bəli. Demək, Vezuvi ilə oxşar cəhəti 2, 3-dür. Cavablardan rahatlıqla bunu çıxın, qalsın 2 variant. Pinatubo harda yerləşirdi? Filippində. Adada yerləşir, bəli. Etna adada yerləşir, bu da adada yerləşir. Alp Himalay dağlıq sistemində deyil. Pinatubo deyil, düzdür, amma Etna ora aiddir. Ona görə bunu götürmür. Şimal və şərq yarımkürəsində yerləşirlər, bəli. Burada da 4-dən 6-nı götürürük. Demək, 4-dən 6-nı götürürük. İndi bu birisinə də baxaq. Hekla vulkanı İslandiyada yerləşir. Divergentdə yerləşir. Doğrudur, amma bununla oxşar cəhəti deyil deyə götürmürük. Litosfer tavalarının okean tipli yer qabına malik olan hissəsində yerləşir. Yox, Etna vulkanı Siciliya adasında yerləşir. O materik mənşəlidir. Avropa qitəsində yerləşir, bəli. Bircə 9 aiddir. Cavab olur D bəndi. Keçirik növbəti paletektonik qədim, neotektonik, köhnə, yenidir.
Qədim köhnə yeni şey deyirəm. Kaynoz baş verən hadisə neodur. Bu hərəkətlər hazırda kataklizmlərə səbəb olur. Neo hərəkətlərdir, yəni neotektonik hərəkətlərdir. Avrasiyada bu proses nəticəsində formalaşan relyef alətlərinə rast gəlinir, hər ikisinə rast gəlinir. Qədimdə baş verib birinci ayətdə. Bu proses nəticəsində yaranan ərzlər çox hissəsi hazırda platformadır. Bu da qədimdir. D, E, A, B, C. Cavab olur C bəndə. Xəritə sxeması əsasən konvergent sərhədlərdə yerləşən vulkanlar. Baxın, konvergentlər ancaq bu hissələrdir. Burada da 2, 4, 5-dir. 2, 4, 5. Konvergenti təxmini. Geosignal sahələrdə yerləşən məntəqələr. Geosignal ancaq kənar hissədir. Burada toqquşma hissədir. Bir də bu hissədir geosignal. Burada uyğun gəlir 2, 4, 5. Qalanı platformadır. Avstraliya materikinin qədim platformadan təşkil olunmasının nəticələri. Nəticədə düzənliklər genişdir. Zəlzələ zəifdir. Bitki örtüyün zəngin olması nə əlaqə? Filiz faydalı qazıntılar zəngindir, çünki maqmatik metamorfik suxurlar orada genişdir. Cavab olur 1, 2, 4. Növbəti sual. Fəal seysmiyə malik olan adalar hansılardır? Bu Havay adalardır, Yapon adalardır, bir də Yava adalardır. Yəni 2, 3, 6. Digər adalar platformadır. Fəal seysmiyə malik olan adaları yenə də Yapon adalarını götürürük, Siciliya adasını götürürük, bir də Azor adalarını götürürük. 1, 2, 5. Bunlar fəaliyyətdə olan zonada yerləşirlər. İslandiya Yapon adasının oxşar cəhəti. Litosfer tavanının sərhədində yerləşirlər. Bəli, geotermal enerjidən istifadə olunur. Bəli, bir də şimal yarımkürəsində yerləşirlər. Cavab olur 1, 3, 6. Digərləri uyğun gəlmir. Qranit qatı yoxdur, çünki İslandiyada qranit qatı yoxdur. Okean tipli yer qabında yerləşir. Sabit deyirlər, fəaldırlar. Bir də platformanın kənarında yerləşirlər. Platformanın kənarında yerləşirlər yox. Burada geosignal zonalarda litosfer tavalarının kənarında yerləşirlər. Platformanın kənarında yerləşmirlər. Cavab olur 1, 3, 6. Keçdik növbəti. Qərbi Sibir akkumulyativ düzənlikli bəzi cavan platformadır. Bəli, ovalıqdır, doğrudur. Tibesti şahid dağlardır, qədim platformadır, yüksəklikdir. Əslində Tibesti bəli, yüksəkliyi deyirik, Tibestini yüksəklik deyirik, düzdür. Amma yayla kimi də onu götürə bilərik. Onca bu yayladır. Tibesti şahid dağ deyirik, əslində Tibesti yayladır. Onca bu səhvdir. Amazon akkumulyativdir, cavan platforma deyil axı Amazon, qədimdir. Onca bu da səhvdir. Keçdik növbəti variantı. Turan akkumulyativ düzənlikli cavan platformada ovalıqdır. Düzdür. Kür ərazi alüvyal düzənlikli geosignal ovalıqdır. Düzdür. Burada 2-dən 3-dür. 2, 3. Tibesti yayladır. Burada qədim platform olmalı idi. Orta Sibir yayladır, dendasyondur. Düzdür. Çünki dendasyon yaylalara uyğun gəlir. Akkumulyasiya isə ovalıqlara. Qədim platformada hündürlüyü 500 metrdən çoxdur. Bu doğrudur. İran dendasyon düzəkli geosignaldır. Hündürlüyü 500 metrdən çoxdur. Doğrudur. La Plata alüvyal düzənlikli qədim platforma 300 metrdən azdır. Doğrudur. Küraz ovalı akkumulyativ düzənlikli cavan deyil. Biz geosignalda yerləşirik. Baxın, geosignalla cavan platformanı qarışdırmayın. Geosignal olur ki, tavalarının sərhədində yerləşməlidir. Yəni mütəhərrik zonada. Amma cavan platform qədim zonadır. Sadəcə bizim 3 dənə cavan platformamız var idi. Turan, Qərbi Sibir, bir də Ön Qafqaz. Bu 2 dənə cavan platformada yerləşən düzənlik var. Turan ovalığı, bir də Qərbi Sibir ovalığı. Bunu əzbər bilin ki, hər dəfə çaşmayın. Öncə bu yanlışdır. Braziliya dendasyon geosignalda yerləşmir. Braziliya qədim platformada yerləşir. Cavab olur 4, 5. Yanlış fikirlərdir. Yanlış fikir soruşur da bizdən. Bəli, 4, 5. Keçdik növbəti suala. 96. Düzgün səbəb nəticə əlaqələrini müəyyən. Azərbaycan geosignal sahədə yerləşdiyi üçün geotermik pillə böyük deyil, axı kiçikdir. Yəni biz daha tez ocağa gedib çata bilərik. Tektonik sınma zonlarında mineral və termal bloklara rast gəlinir. Bəli, doğrudur. Avrasiya və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində Qafqaz dağları yaranır. Bəli, doğrudur. Subduksiya prosesi Orta Okean sahəsinə uyğun gəlmir. Subduksiya buradaydı. Materik okean tavasının toqquşmasında əsasən bu hissədə də müşahidə olunur. Fərqi yoxdur. Yerin daxilində yüksək temperatur və təzyiq nəticəsində metamorfik suxurlar yaranır.
Bəli, metamorfik suxurlar yaranır. Cavab olur demək səhv olan burada 1, bir də 4-dür. 96-da cavab 1, 4. Daha üzr istəyirəm. Doğru fikirləri soruşur. Doğru fikirlər soruşsa 1, 4-ü çıxırıq. Onda cavab olur burada 2 demək 2, bir də yerin daxilindəki yüksək temperatur və təzyiq metamorfik suxurlar yaranır. Yox, yüksək temperatur və təzyiq metamorfik suxurlar yaratmır yerin daxilində yüksək temperatur və təzyiq. Səthdə də ola bilər o. Onun üçün bu da yanlışdır. Burada cavab olur deməli 2-dən 3. 96-da 2, 3. Bir dəqiqə. Silək. Bir də baxaq bu suala. Azərbaycan geosignal sahədə yerləşdiyi üçün geotermik pillə böyük deyil, kiçikdir. Tektonik sınma zonalarında mineral və bulaqlar yanır. Bəli, doğrudur. Burada dedik ki, Avrasiya və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində xüsusilə Qafqaz dağlarını dediyi üçün biz bunu dedik ki, Avrasiya ilə Ərəbistan tavası götürəcəyik. Onca bu yanlışdır. Subduksiya prosesi Orta Okean dağ sistemlərinə uyğun gəlmir. Yanlışdır. Yerin daxilindəki yüksək temperatur və təzyiq nəticəsində metamorfik suxurlar yanır. Bəli, bu doğrudur. Cavab olur 2, 5. Burada biraz qarışdırdıq. Keçdik doğru yanlış fikri soruşanda. Növbəti suala. Demək, hansı ölkələr neotektonik ölkələr dedik ki, ancaq tavaların toqquşduğu zonalar və yaxud da ayrıldığı zonalar, fərqi yoxdur. Seismik zonalara işarə edirsiniz. Burada olur 1, Peru, 6, İspaniya, 4, Türkiyə. Yəni 1, 4, 6 tavaların toqquşduğu zonalarda yerləşir. Yəni neotektonik zonalarda yerləşir. Neotektonik zonalara mərkəzi düzənlik aid deyil. Bəli, Kamçatka aiddir, Kalahari aid deyil, Meksika aiddir. Böyük sahəcə aid deyil, Anadolu aiddir. Gəlin indi bu tərəfinə də baxaq. Yeni Zelandiya pali deyil, neotektonikdir. Orta Sibir doğrudur. Padan yanlışdır çünki neotektonikdir. Madagaskar doğrudur, Akbalas doğrudur, Novya Zimniya doğrudur. Hər tərəfdə eyni olanlar hansıdır? 2, burada da plusdur, burada da plusdur. 2-ni götürürük. Sonra 3, burada da səhv verib, burada da səhv verib. Ona görə onu götürmürük. 4 doğrudur, 4-ü düz verib. Bir də 6. 2, 4, 6. Cavab olur 2, 4, 6. Keçdik növbəti suala. Demək, Nazca tavasıdır. Görürsünüz, girib içəri. Bu da materik tavası, Cənubi Amerikadır. Burada hansı vulkanlar yaranır? San Pedro vulkanı burada yerləşir. Cotopaxi vulkanı burada yerləşir. Bir də Ljubljankov vulkanı burada yerləşir. Bu vulkanlar burada yerləşmir. Cavab olur 2, 4, 6. Növbəti sual. Ay maşallah, yorulduq biraz. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Litosfer tavası Hind-Avstraliya, litosfer tavası Sakit Okean, sərhədində Yeni Qvineya adası yerləşir. Doğrudur. Sərhəd formasında yerləşir. Avrasiya, Şimali Amerika ilə İslandiya yerləşir. Bəli, sərhədində yerləşir. Bu da doğrudur. Cənubi Amerika, Afrika müqəddəs yeliyinə bu da doğrudur. Sakit Okean Hind-Avstraliyada yox, Havay burada yerləşmir. Şri-Lanka burada yerləşmir. Sakit Okean Avrasiya ilə Yeni Zelandiya adası da burada yerləşmir. Cavab olur elə 1, 2, 3. Şimali Amerika litosfer tavası ilə Afrika litosfer tavasının oxşar xüsusiyyətlərini tapmalıyıq indi biz burada. Həm divergent, həm konvergentdir. Bəli, hər ikisinin həm divergent, həm konvergent hissəsi var. Yəni həm toqquşurlar, həm ayrılma zonaları var. Bundan başqa örtük və dağ buzlaqlarına rast gəlinir. Örtük buzlaqlarına Afrikada rast gəlinmir, isti zonadır, yanlışdır. Okean tipli litosfer tavası ilə toqquşma zonasındadır. Okean tipli litosfer tavası ilə toqquşma zonasında Afrika yoxdur, onca yanlışdır. Qərb və şərq hissələri seismik cəhətdən aktiv zonalardır.
Bu doğrudur. Qərbi də, şərqi də bunların fəaldır. Avrasiya Tavası ilə sərhədə malikdir. Hər ikisi sərhədə malikdir. Şef düzənliklərə rast gəlinmir. Niyə rast gəlinir əslində? Cavab olur burada 1, 4, 5. Burada da demək Şimali Amerika Avrasiya Tavası ilə ayrılma hissə zonasında İslandiya adası yerləşir. Doğrudur. Şərq hissəsində rift dərələri geniş sahə tutur. Şərq hissəsində rift dərələri geniş sahə tutur. Bəli, doğrudur. Çünki şərq hissəsində Avrasiya Tavası ilə ayrılır. Amma burada yanlış verdiyi üçün bunu götürmürük. Afrika Tavası Ərəbistan Tavası ilə toqquşma zonasında Qafqaz dağları yaranır. Bəli, bayaqları bu sualda biz qarışdırmışdıq. Ümumi Avrasiya ilə Hind-Avstraliya deyirik, amma dəqiq olanda Ərəbistan Tavası ilə Afrika Tavası toqquşur, Qafqaz yaranır. Bu doğrudur, bu fikir. İndi görək yanlışın altına yanlış olmalı. Cənubi Amerika Litosfer Tavası ilə ayrılma zonasında müqəddəs Yelena adası yerləşir. Bu da doğrudur, amma yanlış xüsusiyyət əslində olmalıydı. Onca bunu da götürmürük. Hər ikisi doğrudur. Deməli, keçdik növbətiyə. Cənubi Amerika həm qərb, həm şərq hissəsi sərhəddi geosiqnaldır, bəli. Azor və Pasxadan Azor divergentdə yerləşir. Konvergentdə yox, önce bunu götürəcəyik. Doğrunun altına doğrudur, yanlışın altına yanlışdır çünki. Hind-Avstraliya cənubdan Antarktida Litosfer Tavası ilə sərhəddə malikdir. Hind-Avstraliya cənubdan Antarktida Litosfer Tavası ilə sərhəddə malikdir. Bəli, bu doğrudur. Madagaskar adası yox, Madagaskar adası burada yerləşmir axı. Madagaskar həm də platformadır. Onca bir də bu düzdür. Çünki plusun doğrunun altında burada bizdə doğrudur. Doğrunun altına doğru, yanlışın altına yanlışdır. Sakit okean digər litosfer tavaları hər tərəfdən divergent sərhədə malikdir. Xeyr. Konvergent sərhədə də malikdir. Bu yanlışdır. Cavab olur 3, 4. 102-də 3, 4. Keçdik növbəti 103-ə. Demək, Nazca Cənubi Amerika tavasının sərhədində yerləşir. Burada San Pedro vulkanı A yazacağıq. Nazca Sakit okean tavalarının ayrılmasından yerləşir. Bu Pasxa adasıdır. B. Nazca Kokos tavalarının ayrılmasından Galapagos adasıdır. Sakit okean və Hind-Avstraliya tavalarının toqquşmasından demək Yeni Zelandiyadır D. Sakit okean və Avrasiya tavasının toqquşmasından burada 103-ə heç birisinə aid deyil, yoxdur. Demək, C, D, A, B. Sıra bu cürdür. Bir də deyirəm, Nazca Cənubi Amerika tavası toqquşur, Ant dağları oradan vulkanlar yaranır. Nazca Sakit okean ayrılır, Pasxa adası yaranır. Nazca Kokos ayrılır, Galapagos adası yaranır. Qədim platformalar, yəni birə aiddir, bura yazaq. Şərqi Avropa düzənliyi, sonra Turan ovalığı, bir də Qərbi Avstraliya yaylasıdır. Geosiqnalda da yerləşir Küraraz, bir də Meksika. A, C, D, B, Y. Əyilmədə, platformanın əyilmə hissəsində çökək olur. Çökəklikdə də çökmə mənşəli süxurlar olacaq da, yəni A, C. Qalxan hissələrdə kristallıq bünövrən, yəni maqmatik metamorfik süxur olur. Maqmatik metamorfik süxur olduğu üçün orada da kristallıq süxurlar üstünlük təşkil edəcək. Dəmir filizi, bir də qurğuşun sink. Burada kömür qarışıq verib. Bu çökmədir, bu maqmatikdir. Onca bunu götürürük heç birisinə. Demək, birə aid olur. Birə aid oldu A, C, 2 aid oldu B, D. Konvergentdə yerləşir qırışıq dağlar, konvergentdə yerləşir qövs şəkilli adalar. Yaxşı. Deməli, faylı dağlar heç birisinə aiddir. Çünki faylı dağlar yerləşir platformada. Onca bu heç birisinə aid deyil. Burada divergentdə yerləşir rift dərələri. Yəni 1-ə aid yazaq, bura aydın B, D, 2 aiddir rift dərələri, bir də sualtı vulkanlar. Cavab Y. 1-ə B, D, 2-ə C, Y. 107. Tavaların toqquşması, tavaların toqquşanda nə yaranacaq? Dərin novlar, 1-ə B, qövs şəkilli adalar.
Keçdik 2. Zəlzələyə aiddir burada hiposentir Y. Tavaların kənarına aiddir 3-ə faylı dağlar, yəni qədim dağlar C. Üzr istəyirəm, tavaların kənarlaşması deyir. Qədim dağlar yox. Elə bilirəm ki, mərkəz kimi başa düşdüm onu. Tavaların kənarlaşmasına da rift dərələri aiddir. C. Faylı dağlar burada heç birisinə aid deyil. B, D, Y, C. B, D, Y, C. Keçdik növbəti suala. Y nə idi? A deyir burada. B, D, Y, A. C heç birisinə aid deyil. Keçdik 108. Qədim platformada Çin Koreyadır. Sonra Appalaçdır. Skandinaviyadır. D. Platforma. Bunları ayırıblar. Ümumi verməyiblər. Gəlin bir dəqiqə. Üzr istəyirəm. Axırda elə bir yorulmuşam. Diqqətli baxmıram. Qədim platforma vilayətinə aid Çin, Koreya. Qədim qırışıqlıq, yəni qədim qırışıqlıq deyirsə dağlıq nəzərdə tutulur. B aiddir. Bir də D aiddir. Orta qırışıqlığa aiddir C, bir də Y. Deməli, qədim platforma deyirsə düz hissələr, yəni əsasən düzənliklər nəzərdə tutulur. Ona görə biz burada götürürük A-nı. Qədim qırışıqlıqlar deyirsə, qədim dağlar nəzərdə tutulur. Ona görə burada B, D-ni götürürük. Orta qırışıqlıq mezozoyda da hansılar idi? Skotalin idi, Tibet idi, Çersk idi, Verxonyansk idi, Qayalı dağlar idi, Kunlun idi. Bax, bu kimi coğrafi relyef formaları mezozoyda yaranmışdır. Ona görə cavab 3-ə də C-dən Y-dir. Növbəti sual. Platformanın örtüyü, bir də kristallıq bina. Örtük çökmədir. Üst hissədə olur. Demək, çökmədirsə çökmə mənşəli suxur olacaq. C bura aiddir. Yanan faydalı qazın sütü. Akkumulyativ proses burada güclü gedəcək. Çökmə ərazidə toplanma gəlir, yığılır ora. Kristallıq bünövrə altda yerləşir. Bir də kristallıq bünövrə dedik ki, maqmatik metamorfikdən təşkil olunmuşdur. Güclü zəlzələ burada müşahidə olunur. Bu heç birisinə aid deyil. Ona görə C, D, A, Y. 109-da C, D, A, Y. Horslar, qrabenlər. Hors qalxmadır. Qraben enmədir. Tektonik çat bu ərazidən qalxmadırsa 1-ə A-nı götürürük. Enmədirsə 2-yə B-ni götürürük. Çünki deyir enmə nəticəsində. Sonra keçdik. Orta okean sistemində rift dərələri enir də çökək ərazidir. Ona görə çökməyi götürəcəyik. 2-yə götürəcəyik D-ni. Rift dərələrinin kənarları boyunca simmetrik qalxır. Baxın, bu cürdür. Qoy bunun şəklini çəkim bir dənə. Bura rift dərəsidir. Həm də bura qraben adlanır rift dərələri. Bunlar horslardır. Yəni rift dərələrinin kənarları boyunca simmetrik qalxmalar olur. Ona görə bunu 1-ə götürürük. Ensiz, uzun, dərin göllərin yaranması da ki, bu qrabendədir. Qraben mənşəli gölləri hidrosferdə keçəcəyik. A, D, B, C, Y. Bu bölmə də bu qədər. Sağ olun.